Bu gecə qəbul olunmağın əsas şərti bir cümlə ilə desək, Allahdan başqa hər şeydən və hər kəsdən qopmaqdır. Əgər bu halı bugün əldə eləyə bilsək, heç olmasa bu bir neçə dəqiqədə biz dəqiq bağışlanacaq. Dəqiq bağışlanacaq. Biz bu halı əldə edə bilsək ki, mən li qeyruk, Həzrət Əlinin sözüdür bu, Kumeyl duasında. Səndən başqa kimin var axı? Səndən başqa kimin var? İndi başa düşək ki, Allahdan başqa heç kəsimiz yoxdur. Bir gün gələcək, hamı onu başa düşəcək. Biz onu nə zaman başa düşəcək? Ölüm ayağında. Ölüm ayağında, can verən məqamda. Onda o halın adı budur, mən li qeyruk, səndən başqa kimin var? Qəbrə qoyulanda hamı bunu başa düşəcək. Allah deyəcək ki, nida gələcək qəbirdə ki, gördün sənin yaxınların, güvəndiyin adamlar necə vəfasız çıxdı? Hamımız o məqamı yaşayacaq. Gözümüz də açıq olacaq, baxacaq. Necə bizi bastırırlar torpağın altına və qoyub gedirlər. Onda bizə qalan Allah olacaq. Onda göydən nida gələcək ki, gördün necə getdilər, kim qaldı yanında? İndi bir sən qaldın, bir mən. İkimiz qalmışıq. Zirəng adamlar bilirsiniz kimdir? İndidən başa düşsün ki, ikimiz qalmışıq. Biz bir yerə toplaşmışıq, amma bu izdiham içində özümüzü itirməyək. İzdiham bizi çaşdırmasın, biz tənhalığımızı qoruyaq izdihamın içində. Biz bilək ki, biz tənhayıq, bizim Allahdan başqa kəsimiz yoxdur, heç kəsimiz yoxdur. Dünən yoxdur, indi var, mən varam və Allah var. Ya mən ləhud-dünya vəl-axirə, irhəm mən leysə ləhud-dünya vəl-axirə. Ey dünya və axirətin sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.